Salam, 8-ci sinif 1-ci hissədən elm, texnologiya, həyat mövzusunun izahına baxaq. Bildiyiniz kimi, insan orqanizmdə əsas ifrazat funksiyasını cüt orqanı olan böyrəklər yerinə yetirir. Böyrəklərin əsas funksional vahidi nefron hesab olunur ki, qan plazmasının təmizlənməsində həmin nefronlar iştirak etmiş olur və orqanizmin qanında olan, qan plazmasında olan lazımsız parçalanma məhsulları, azot qalıqları, zəhərli maddələr hamısı həmin nefronlarda 1-ci və 2-ci dərəcəli qıvrım kanalcıqlarda təmizlənir və son sidik yaranır ki, bu da böyrək ləyəninə verilir. O böyrək ləyəni vasitəsilə sidik axarlarına, sidik hissəsinə, nəhayət sidik çıxarıcı kanalından həmin parçalanma məhsulları orqanizmimizdən kənar olur. Ola bilər ki, böyrəklər öz funksiyasını yaxşı yerinə yetirə bilməsin, onda hansısa çatışmamazlıq, böyrək çatışmamazlığı da deyirlər ki, yaransın. Və belə olan halda həmin xəstələrə kömək məqsədi ilə dializ aparatından istifadə edirlər. Dializ aparatı həm də süni böyrək də adlandırıla bilər. Bax, burada verildiyi kimi. Bircə dəqiqə mən bura keçim. Deməli, bax, süni böyrək həddindən artıq böyük ölçüdə olur. Xüsusi aparatdır. Bax, onu indi mən burada aşağıda təsvirdə verilibdir. Bir dəqiqə. Bu aparatın iş prinsipi adətən böyrəyin iş prinsipi əsasında qurulub. Arteriyadan çıxan boru ilkin olaraq bir nasosa daxil olur. Bax, bu xəstənin qolunda qan dövranına qoşulan damarlar. Bunun, bax, bu yuxarıcı, bax, bu gördüyünüz, bax, bu arteriyal damara qoşulubdur. Arteriya damarına, arteriya damarından arteriyal qan olsa da bildiyiniz kimi böyrək arteriyası plazmasında çoxlu miqdarda parçalanma məhsulları, zəhərli maddələr, duz konsentrasiyaları baxımından çox olur ki, onlar bax buradan arteriyadan aparata vurulan qan hesabına nasosa vurulur. Nasosdan isə dializ borucuqları yarım keçirici membranlarla hüdudlanıbdır, ora daxil olur. Bax, bu qırmızı rəngdə olan yarım keçirici membran hesab olunur arterial qanı üçün. Göyrəkdə görsənənlər isə dializ mayeəsi hesab olunur. Əvvəlcə, deməli, bura vurulan təmiz dializ mayeəsi hesab olunur. Arterial qan böyrəkdən ki, ayrılır, götürülür nasos vasitəsilə. Bax, bu gördüyünüz yarım keçirici membran olan borulara verilir. Bunun iş prinsipi isə diffuziya prosesinə əsaslanır. Bax, bu gördüyünüz kimi parçalanma məhsulları konsentrasiyası yüksək olan qan, yarım keçirici membran, bax, bu göyrəkdə olanlarda isə dializ mayesi. Dializ mayesinin tərkibi qanın plazmasına yaxındır. Burada dedik ki, iş prinsipi diffuziya prosesi əsasında həyata keçirilir. Belə olanda, bax, bu qatlığı çox olan burada artıq parçalanma məhsulları, duzlar və yaxud da ki, parçalanma məhsulları dediyimiz kimi, bax, bu yarım keçirici membran vasitəsilə dializ mayesinə ötürülmüş olur. Həmin çirklənmiş dializ mayesi, yəni istifadə olunmuş dializ mayesi, parçalanma məhsulları hansı ki, onlarda çox olur, onlar xüsusi qaba toplanır. Vaxtaşırı isə həmin aparatın borucuqlarına təmiz halda dializ mayesi vurulur. Ola bilər ki, qanın tərkibində hansısa bir qida maddəsinə, məsələn, qlikoziya ehtiyac olsun, onda həmin deməli, təmiz dializ mayesi vasitəsilə həmin sahəyə qlikoza mayesi də vurulmuş olur. Bütün bu proseslər zamanı dializ mayesi fasiləsiz olaraq təzələnir, hər dəfə bədən temperaturuna uyğun şəkildə saxlanılır. Beləliklə, dializ zamanı xəstənin
qanının müəyyən hissəsi təqribən 300-500 ml bədəndən xaric olur, zəhərli maddələrdən təmizlənir, fasiləsiz olaraq dövr edir və sonda damarlara, bax bu gördüyünüz kimi arteriyadan venaya ötürülən qan orqanizmdə vena damarlarına vurulur. Bax, beləliklə də burada qan təmizlənmiş olur. Xəstəyə köməklik göstərilir. Bildiyiniz kimi, əgərləri həmin parçalanma məhsullarının tərkibi, məsələn, azot qalıqlarıdır, parçalanma məhsullarıdır, zəhərli maddələrdir və digər duzların konsentrasiyası yüksək olanda, bunu orqanizmdən kənarlaşdırmaq mümkün olmayanda, orqanizm ziyan görmüş olur. Yəni, zəhərli maddələrin konsentrasiyası artdıqca orqanizm bundan ziyan görmüş olur. Bir növ zəhərlənmə halları baş verir. Ona görə də dializ aparatından istifadə etməklə insanın qanı bax, bu gördüyünüz aparat vasitəsilə təmizlənmiş olur və yenidən insanın qan dövranına təmizlənmiş qan qaytarılmış olur. Bu aparat dializ aparatı hesab olunur və yaxud hemodializ də deyirlər. Bu hemodializ xroniki böyrək xəstəliyi olanlar üçün müalicə metodu deyil, yalnız yaşam tərzidir, yəni onların ömürlərinin uzalmasına xidmət edir. Böyrəklərimizi qoruyaq, bunun üçün isə ifrazat orqanlarını necə qorumaq lazımdır? Yəqin ki, müəyyən qədər məlumata maliksiniz. Bu qədər, sağ olun.